Tibb Universitetində müəllimsiniz, ortopedik kafedradasınız və necə oldu sizin ümumiyyətlə dərs deməklə bağlı sevginiz var idi? Necə oldu ki, bu ehtiyac yarandı, bu proses baş verdi? Biraz istəyərdim ora toxunaq. Bəli, mən Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının dosentiyəm, tibb üzrə fəlsəfə doktoruyam. Mənim hər zaman pedaqoji fəaliyyətə marağım olub, hər zaman. Özəl kurslarda ara-sıra dərs deyirdim və bunu çox həvəslə eləyirdim. Yəni bu gətirib çıxartdı məni bura. Burada özəlliklə çox böyük rolu və əməyi oldu. Çox təşəkkür edirəm. Professor Nazim Pənahovun, hal-hazırda Tibb Universitetinin prorektoru və mənim kafedra müdirim. Eyni zamanda yəni çox yaxşı, gözəl bir insan və mən Nazim müəllimin məsləhəti ilə əvvəl elmi iş götürdüm. Tam istədiyim bir elmi işi, illərdir məşğul olduğum bir elmi işi Nazim müəllim məni biraz belə deyək, tətiklədi ki, niyə də eləməyəsən, axı sən bunu bacarırsan və bunu sən özün eləyirsən zaten. Burada bir plagiat yox, burada bir şey yox, hazır bir işin var əlində. Bunu sadəcə olaraq belə qəlibə salmaq lazımdır. Bu şəkildə başladıq. Sonra saat hesabı bu aralarda dərs deyirdim Tibb Universitetində. Sonra laborant kimi, assistent kimi və indi hal-hazırda dosent kimi Tibb Universitetində dərs deyirəm. Yəni mən özümü orada görürəm, yəni. Ora mənim üçün doğmadı belə.